Ben bilirəm ki, burada olanların çoxunun evlatları var. Bizim aramızdan köçənlərin də evlatları qalıb. Həmin evlatlar səva fəxrlə bu xalqın üzünə baxacaq. Çünki onların atasının qanı bu torpaqda, bu torpağın azadlığı uğrunda axıb. Bu torpağa qarışıb. Onların ruhu bizim başımızdadır. Bizim rəhmətə gedənlərimizin, bizim şəhid olanların balaları səbah vüqarla baxacaq bu vətənə. Bax, bu günü sağlığında mənə danışmışdı. Həm gözəl fikirləri var idi, həm gələcəyi çox yaxşı görmə qabiliyyəti var idi, çox böyük potensialı var idi. Çox təəssüf ki, o həyatda olmadı. O həyatda olsaydı, belə uğurlu insanlar var, bir addım atır, 5 addım irəli gedir. Bax, elə potensialı olan insan idi, hər sahədə. Əslində, dinimiz tərəfdən də yanaşılan, dini tərəfdən cənnətə əlbəttə belə nurlu insanlar qəbul olunmalıdır. Ola bilsin seçilmişlərdir, biz bilmirik. Mən bilən psixologiya elmində belə bir şey var ki, insanın daxili zahirinə təzahür eləyir. O bir sözü dedi ki, bir gün gəldi, biz masanı ora qoymuşduq, burada deyildi. Oturdu, mənə həmişə Fəxri deyirdi, Fəxri, mən ya deyir 100 il əvvəl dünyaya gəlməliydim, ya 100 il sonra dünyaya gəlməliydim. Mən deyir, bu zamanın insanı deyiləm. Mən hadisələrə fərqli yanaşıram. Dedim, onu mən görürəm. Sən deməsən belə mən görürəm onu. Həqiqətən elə bir yanaşması var idi. Yəni, bu sözlər şəhidlik adına gözəl sözlər kimi, deyilmiş kimi anlaşılmasın. Həqiqətən bu belə idi. Yəni, qardaşım deyib demirəm. Məni kimi tanıya bilər ki, biz bir evdə böyümüşük. Yəni, bu reallıqdır, bu olanlardır. Özüm də oturub, məsələn, onun həyatını təhlil eləyəndə görürəm, həqiqətən onun həmən dövrdə 33 ildir də artıq. Dediyi sözləri mən indi dərk edirəm ki, necə həyata keçdiyi, bunu dedikləri necə reallaşdı. Həqiqətən keçdiyi. Yəni, bu olan bir şeylərdir. Hətta buraxdan dedi ki, bir vaxtlar məndən kitablar yazılacaq. Bir vaxtlar məndən filmlər çəkiləcək. Bir vaxtlar dedi, mən çox tanınmış bir insan olacam, bu xalqa xidmət edən, xalqın bir qəhrəmanı olacam. Real vəziyyəti göz qabağındadır. Heç vaxt şəhidlər üçün ağlamayın, analar. Sizə qurban olum. Sizin qeyrətinizə qurban olum ki, belə evlatlar doğmuşsunuz, belə böyütmüşsünüz, vətənin müdafiəsini onu göndərmişsiniz. Onlar üçün gülmək, sevinmək lazımdır. Onlar xiyabanda çox məğrur yatırlar. Onlar ölməyiblər. Onların ruhu bu torpağın üstündədir. Onların ruhu bu vətəni azad edəcək. Bir qrup seçilmiş insanlar olur ki, onlarda bəzi insanlardan daha çox hiss qabiliyyəti, duyğu qabiliyyəti olur. Yəni, bu realdır. İnsanlar hamısı standart şuura malik deyil ki, bəzilərində fərqlidir. Xarici görünüşü fərqli olduğu kimi, həyata baxışı, dünya görüşü, hissi, duyğusu fərqlidir. Bəzi insanlar həyata gələndə fərqli gəlir. Yəni, düşüncəsi fərqli olur, yanaşması fərqli olur, hadisələri təhlil eləmə qabiliyyəti fərqli olur. Görünür, bu insanların biri də elə Cəlal idi. Çox böyük neft şirkətinin rəhbəri idi. Özdə bir gün belə bir söz dedi ki, bəs mən dedi, Azərbaycanda olsaydım 20 ilə bu vəzifəyə gələ bilməzdim. Yəni, maddiyyat baxımından çox gözəl təminatı var idi. Hər şey yolunda idi. Ailəsi vardı, balaları var idi. Nə bilim, gözəl həyat idi. Birdən-birə elə bir ki, Xocalı faciəsindən sonra hər şeydir. Onu da qeyd edeyim ki, 20 yanvarda da o burada deyildi. Biz bilirdik ki, o burada olsaydı 100% gedəcəkdi. Mən xalqıma azadlığı arzu edirəm. O azadlığı ki, hələ qarşıda cəbhə yolumuz böyükdür. Bizim aramızdan yenə kimsə olmasa, onun xatirəsi əziz olacaq. Xalqımız bilsin ki, onun qeyrətli olanları onu xilas elədi. Həmin xalqa öz evlatlarıdır da, bu torpaq üçün, bu vətən üçün çalışan. Ancaq mən azadlıq. O azadlıq ki, bizim xalq o azadlığın dadını bilməyib hələ indiyə kimi. Xocalı hadisəsində o Rusiyada eşitdi, qayıtdı, gəldi. Gəldi, cibində olan pulları bütün xəstəxanalara, yaralılara verdi. Oradan qaçqın düşən insanlara verdi, köçkün düşən insanlara. Bütün cibində son qəpiyinə qədər payladı, xəstəxanaları gəzdi, onları dindirdi, danışdırdı. Gecə səhərə qədər qəzetləri oxudu. Səhərə qədər yatmadı da bu hadisələri təhlil elədi. Mənə dedi ki, Fəxri dedi, bax, bir gün dedi ki, təsəvvür elə ki, Elçin o körpələrin yerində olsa nə? Dedim, demə də, demə. Başqa ifadələr işlət. Yəni, ifadələr çox ağır idi, çox qəbul olunmaz idi. Dövr də çox pis dövr idi. Yəni, insanların psixologiyası çökmüşdü sanki. Güclü bir ordu ilə döyüş bir başqa şeydir. Yəni, heç bir
silah, sursat texnika olmaya, mən onu deyirəm də, onlar qeyrətini götürüb gedib. Başqa, qeyrəti ilə döyüşüb. Burada başqa heç bir şeydən söhbət gedə bilməz. 10 nəfərə bir avtomat düşmür. Hətta bunu qeyd edeyim, onun döyüş yoldaşlarından biri deyirdi ki, deməli, o qədər silah olmayıb ki, avtomatda, o vaxt ki, silah da avtomatda başqa nə olub, 1-2 dənə qırad belə. Deyir, bu kənddə döyüşürdü, atırdı avtomatı silahdan. Gedirdi, qaça-qaça təsəvvür elə, qaça-qaça yaxın kəndə gedirdi ki, oradan mən bir neçə dənə avtomatdan atım, atəş açım, elə bilsinlər ki, bu kənddə də silah var, orada da var. Hətta ora qədər düşünmüşdü. Ermənilər onun başına 100 min qoymuşdular, istəmirdilər ki, onu tanısınlar, insanlar bilsin bu orduda olan. Bir gündə, yenə deyirəm, masa burada idi, zəng gəldi, mən götürdüm. Mən evdə çox olmurdum, tələbə idim həmin vaxt. Zəng elədi, dedi, Fəxr, məni təbrik eləyə bilərsən. Dedim, niyə? Dedi, biz Xocalının qisasını aldıq müəyyən qədər. Bəs nə olub? Deməli, Goranboy bir kəndi var idi. Oranı biz azad elədik. Çox sevindim, həqiqətən çox sevindim. Deyirdi ki, bilirəm, sevinəcəksən. Həmişə deyirdim ki, özündən müğayət ol. Bir şey də deyirdim ki, həmişə. Mən ona gedəndə dedim ki, gedərsən. Amma bir şərtdə ki, məni də apararsan. Hər dəfə deyirdi ki, aparacam səni. Sən demə, bu məni alladırmış, mən də başa düşmürəm. Hər gələndə bir gün lap çox əsəbləşdim. Gəldi, dedim ki, sən məni niyə aparmırsan? Axı, sən söz vermirsən. Niyə sözü yerinə yetirmirsən? Qayıtdı ki, sən nə danışırsan? Mən ora ana bacıların qeyrətini qorumağa getmişəm. Mən sən ora necə apara bilərəm? Həmən vaxtda o, mənim tələbə yoldaşlarımla götürdü, apardı şəhərə, bütün şəhəri gəzdirdi. Bilmirəm, nə içinsə gəlmişdi bir günlük. Bütün şəhəri axşam tərəfi idi, gəldi mənə xeyli miqdarda pul təqdim elədi. Yəni, o dövr üçün o çox böyük miqdarı idi. Dedi ki, götür bu pulu, məndən xatirə kimi özümə nəsə alarsan. Mən təbii ki, bir şey necə qəbul eləyə bilərdim. Dedim, yox. Çox acıqlandım. Dedim, yox. Dedim, bu nədir? Dedi, gəl şəkil çəkdirək. Dedim, yox. Mənə bu niyyətlə heç nə təşrif eləmə. Çəkdirərdim. O qədər qəbul eləmirdim ki, sözləri. O qədər üsyan elirdim ki, sözlərinə. Mən necə, yəni, sənin üçün xatirə kimi sənə şəkil çəkdirim. Qətiyyən yaxın buraxmırdım o məsələni. Kaş çəkdirərdim. Bağışla məni, səni tək qoy. Qayıtdı ki, Fəxr, valla peşman olaysan. Elə bil ki, bu söz məni tutdu. Elə bildim, doğrudan peşman olacam. Yəni, o qədər ağır mənzərə, o qədər ağır səhnə idi ki, İllər keçib, hələ də onun təsiri çıxmayıb da. O dərəcədə ağır səhnə idi. O dərəcədə ağır mənzərə idi. Duyğuların ən çox yükləndiyi bir məqam idi. Gəldim o pulu, qoydum o girəcəkdə, saxladım. Saxladım, gözlədim ki, bir gün gələr qurbanlar kəsərəm. O pul mahiyyətini itirdi, dəyərini itirdi, pul dəyişdi, pul heç nə oldu, qaldı elə-elə orada. Sonra işləyirdim mən, işləyən sonra öz maaşımdan qurban götürdüm. Cəlal özün torpağa qurban dedi, onun qurbanı qəbul oldu, mənim olmadı. Qurbanlarım hələ də qəbul olmadı. Ana, mən şəhid oldum, yerim gözəldir, təkil ağlama. Ən azı itkin ailələr daha yaxşı bilər bunu. Mən onun hər ikisini yaşamış adam kimi deyirəm. Həqiqətən, itkin yükü daha ağır yükdür. Biz Cəlalı gətirib torpağa qoyanda, mən özüm hiss eləmədən 32 il müddətində sanki çiynimdə, ürəyimdə özüm hiss eləmədən ağır bir yük daşımışam. O yüklə gəzmişəm. O qədər ağır yük olub ki, yəni hiss eləmədən yaşayır da, insan yaşayır da, Allah verdiyi ömrü insan yaşayır. O qədər ağır yükdür ki o. Onu heç kəs Allah qismət eləməsin, yaşamasın, amma yaşayan insan bilir. Biz onu torpağa, məzara verəndə, təhvil verəndə, mən elə bildim ki, düzdür, bu son nöqtə idi, axır, yəni bu məzmun budur, bu insan yoxdur.
Onda mən elə bildim o yükü Cəlal'la bir torpağa qoydum. Bu boyda ağır yükün qabağında mən o ağır yükü o ilə bərabər elə bir torpağa dəfn elədim. Desəm real görünər. Deyirəm ki, dəyərdimi? Mən o sual verərdim. Vətən sağ olsun. Yəni bütün yaşadıklarımız, gördüklərimiz, dərk etdiklərimizin qarşısında dəyərdimi? O cavab verərdi ki, dəyərdi. Mən nə etdiyimi yaxşı bilirəm. Mən Rüstəmov Cəlal Həkimoğlu, Tümen vilayətinin Tadovski yarımadasından gəlmişəm, özüm geoloqam. Vətən